İslam dininin ikinci müqəddəs məkanı, Əl-Məscid Ən-Nəbəvi. Muhammed Peyğəmbərin məscidi və ya Əl-Məscid Ən-Nəbəvi Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşir və dünyanın ikinci ən böyük məscidi sayılır. Mədinə şəhəri Səudiyyə Ərəbistanının qərb hissəsində, Hicazın tarixi bölgəsində yerləşən bir şəhərdir. Məkkədən sonra müsəlmanların ikinci müqəddəs şəhəridir. Qədimdə Mədinə şəhəri Yəsrib adlanırdı. Lakin Muhammed Peyğəmbər, Allahın ona salavat və salamı olsun, oraya köçəndən sonra ərəbcə Peyğəmbər şəhəri mənasını verən Mədinətün Nəbi kimi tanınmağa başlayır. Tarix boyu İslamın yayılması və müsəlmanların sayının artması səbəbilə məscidin binası genişləndirilir və üzərində dəfərlərlə bərpa işləri aparılır. Bugün Məscid Ən-Nəbəvi fəaliyyət göstərən məsciddir və dünyanın hər yerindən müsəlmanların kütləvi ziyarət yeridir. Peyğəmbər məscidində eyni anda 600 minə qədər insan ibadət edə bilər. Həcc zamanı isə onların sayı 1 milyon nəfərə çatır. Bugün biz sizinlə birlikdə maraqlı səyahətə çıxacaq və Peyğəmbər məscidinin tikilmə tarixini öyrənib, bu barədə maraqlı faktlarla tanış olacağıq. Videonu sona qədər izləyin və əsl İslamı, tövhid dinini öyrənmək üçün kanalımıza abunə olmağı unutmayın. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Muhammed Peyğəmbərin anadan olması. Allahın ona salavat və salamı olsun. Muhammed Peyğəmbər 570-ci ildə Məkkə şəhərində anadan olmuşdur. O, Allahın sonuncu Peyğəmbəri, elçilərin və bəşəriyyətin ən şərəflisidir. Uca Allah onu 40 yaşında öz elçisi seçdikdən sonra Muhammed Peyğəmbər daha 13 il Məkkədə yaşayıb, sonra Mədinə şəhərinə köçür və orada bu məscidi inşa edir. Məscidin yaranma tarixçəsi. Peyğəmbərin məscidi ilə bağlı maraqlı bir rivayət vardır. Məscidin tikildiyi yeri dəvə seçmişdir. Muhammed Peyğəmbər Mədinəyə gəldikdən sonra Mədinənin hər bir sakini onu sevinclə öz evinə qalmağa dəvət edir. Lakin Peyğəmbər insanlardan ilahi əmrə tabi olan dəvəsinə seçim imkanı verir. Dəvə, iki yetim uşaqlara məxsus olan torpağın üstündə yerə oturur. Muhammed Peyğəmbər onlardan bu torpağı almağı təklif edir. Lakin oğlanlar torpağı Allahın elçisinə hədiyyə etmək istədiklərini bildirirlər. Ancaq Peyğəmbər belə bir hədiyyəni qəbul etməyib uşaqlara 10 dinar verir. Sonralar bu yerdə bir məscid tikilir və o Məscid Ən-Nəbi və ya Peyğəmbərin məscidi adlandırılır. Məscidin tikintisi. Məscid gildən və xurma ağaclarının gövdələrindən tikilmişdir. Əvvəlcə məscidin ərazisi 1050 kvadrat metr təşkil edirdi. Məscidin eni 30 metr, uzunluğu 35 metr və hündürlüyü 2,5 metr idi. Yeri qumdan, damı xurma budaqlarından ibarət idi. Xurma gövdələrindən hazırlanmış sütunlar dam üçün dayaq rolunu oynayırdı. Bünövrə daşdan, divarlar isə kərpicdən hörülmüşdür. Məscidin 3 qapısı var idi. Şərq, qərb və cənub qapıları. Şimal divarı o dövrdə müsəlmanların qibləsi Əl-Əqsa məscidinin yerləşdiyi Qüdsə baxırdı. Uca Allah müsəlmanlara qiblə istiqamətini dəyişməyi əmr etdikdən sonra məsciddə yenidən qurma işləri aparılır. İndi üzünü Məscidül Hərama tərəf çevir. Ey müsəlmanlar, harada olsanız namaz vaxtı üzünüzü oraya döndərin. Beləliklə, şimal dam örtüyünün bir hissəsi məscidin cənub hissəsinə köçürülür. Məscidin şimal hissəsini Peyğəmbər yaşamağa yeri olmayan yoxsullar və səyahətçilər üçün sığınacaq edir. Cənub tərəfdəki qapı bağlanır və məscidin şimal tərəfində yeni qapı açılır. Peyğəmbər məscidinin bu günə qədər genişləndirilməsi və bərpa işləri. Mövcud olduğu bütün tarix boyu Peyğəmbər məscidi bir çox dəyişikliklərə məruz qalmış və dəfələrlə müasirləşdirilmişdir. O 11 dəfə genişləndirilmişdir. Məscidin ilk genişləndirilməsi Hicri təqviminin 7-ci ilində
Muhammed Peyğəmbərin sağlığında həyata keçirilmişdir. Xatırladaq ki, Hicri təqvimi 622-ci ildə Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi ilə hesablanır. Müsəlmanların sayı artdıqca Peyğəmbər səhabələrini məscidin ətrafında olan torpağı almağa təşviq edir. Osman İbn Əffan bu məsələdə hamıdan önə keçir. O, məscidin qərb tərəfində torpaq alır və onu məscidə vəqf edir. Bununla da Peyğəmbər məscidinin ilk genişləndirmə işlərinə start verilir. Məscidin ərazisi 1050 kvadrat metrdən 2500 kvadrat metrə, hündürlüyü isə 2,5 metrdən 3,5 metrə qədər artırılır. Sonra məscid eninə 20 metr, uzunluğuna isə 15 metr genişləndirilir. Beləliklə, məscidin uzunluğu və eni 50 metrə bərabər olur. İkinci genişləndirmə Hicri təqvimi ilə 17-ci ildə Ömər İbn Əl-Xəttabın xəlifəlik etdiyi vaxtda baş verir. Üçüncü genişləndirmə Hicri təqvimi ilə 29-30-cu illərdə xəlifə Osmanın dövründə təsadüf edir. Məscidin sonraki genişləndirilməsinin tarixlərini ekranda görə bilərsiniz. 11-ci ən böyük genişləndirilmə 1405-1414-cü illərdə baş vermişdir. Xatırladaq ki, 2023-cü il İslam təqvimi ilə 1444-cü ildir. Peyğəmbər məscidinin müasir quruluşu və ölçüləri ilkin tikilidən təxminən 100 dəfə çoxdur. Bugün Məscid-i Nəbəvi qədim Mədinə şəhərindən daha böyük ərazini əhatə edir. Peyğəmbər məscidinin fəzilətləri. Muhammed Peyğəmbərin məscidi İslamın ən müqəddəs yerlərindən biridir. Ona görə də bütün dünya müsəlmanlarının dini həyatının mərkəzidir. Əl-Məscid Ən-Nəbəvi bir çox fəzilətləri ilə tanınır. Onlardan Ər-Ravda Əş-Şərifə. Peyğəmbər məscidində Ravda yerləşir. O, yer üzündə olan ən gözəl yerlərdən biridir. Tərcümədə Ravda sözü cənnət bağı mənasını verir və səhih bir hədisdə Muhammed Peyğəmbər belə buyurmuşdur. Ravda cənnət bağlarından biridir. O, mənim evimlə minbərim arasında yerləşir. Az sonra bu haqda ətraflı danışacağıq. Bu məscid ziyarət etmək üçün tövsiyə olunan 3 məsciddən biridir. Peyğəmbər, Allahın ona salavat və salamı olsun, belə buyurmuşdur. 3 məsciddən başqa ziyarət üçün yola çıxılmaz. Məscid Əl-Haram, Kəbə, mənim məscidim və Əl-Əqsa, Qüds məscidi. Bu hədisdən məlum olur ki, başqa məscidləri ziyarət etmək üçün uzun səfərə çıxan insanlar yanlış iş görürlər. 1000 namaza bərabər olan namaz. Mədinədə Peyğəmbər məscidində qılınan namaz, Kəbə məscidi istisna olmaqla, savab baxımından digər məscidlərdə qılınan 1000 namaza bərabərdir. Dünyanın hər yerindən müsəlmanlar Peyğəmbər məscidinə namaz qılmaq üçün gəlirlər. Rasulullah, Allahın ona salavat və salamı olsun, buyurmuşdur. Mənim məscidimdə qılınan namaz Əl-Haram məscidindən başqa digər məscidlərdə qılınan 1000 namazdan xeyirlidir. Məkkədə yerləşən Məscid Əl-Haram da eyni şərəfə malikdir. Ancaq orada qılınan namazın savabı digər məscidlərdə qılınan namazdan 100.000 qat artıqdır. Kanalımızda Kəbə evi Məscid Əl-Haram haqqında çox maraqlı video çarxımız mövcuddur. Video çarxı izləməyi və kanalımıza abunə olmağı da unutmayın. Keçid videonun açıqlama bölümündə və yuxarı sağ küncündə olacaqdır. Məscidin quruluşu və memarlığı. Peyğəmbər məscidinin açıq düzbucaqlı həyəti, künclərində minarələri vardır. Bu planlaşdırma prinsipi sonradan dünyada tikilməyə başlayan digər məscidlər üçün də istifadə edilmişdir. Məscidin qızılla örtülmüş günbəzləri, hündür minarələri vardır. Peyğəmbərin dəfn olunduğu Ayşə anamızın otağı yaşıl günbəzin altında yerləşir. Amma o, məscidin hissəsi sayılmır, ayrı bir quruluşdur. Burada Muhammed Peyğəmbərin qəbri ilə yanaşı, İlk 2 müsəlman xəlifənin Əbu Bəkir Əs-Siddiq və Ömər İbn Əl-Xəttabın qəbirləri də yerləşir. Kanalımızda bu və digər böyük səhabələr haqqında bir neçə video çarxlar mövcuddur. İzləməyi unutmayın. Peyğəmbər məscidinin 89 girişi vardır. Hündürlüyü 105 metrə çatan 10 minarəsi vardır. Axşamlar Peyğəmbər məscidinin bütün ərazisi gözəl şəkildə işıqlandırılır. 4 tarixi minarə
öz parlaqlığı ilə digərlərindən fərqlənir. Bu nəhəng məscid mühəndisliyin əsl şah əsəridir. Məscid qeyri-adi kondisioner sistemi ilə təchiz olunub. Minlərlə sütunlara xüsusi metal barmaqlıqlar quraşdırılıb. Bura sərin hava məsciddən 7 kilometr aralıda yerləşən kondisioner stansiyasından gəlir. Ona görə də ən isti günlərdə belə içəri həmişə sərin olur. Məsciddə namaz qılmaq üçün 27 zal vardır və hər biri açılan günbəzlə örtülmüşdür. Günbəzlərin hamısı avtomatik idarə etmə sistemləri ilə təchiz olunub və onların açılması demək olar ki, səssizdir. Məscidin həyatında İslam incəsənəti və memarlığının norma və ənənələrinə uyğun gələn özünə məxsus dizaynı və rəngi olan çətirlər quraşdırılıb. Onlar yüksək keyfiyyətli materiallardan hazırlanıb və dayanıqlıdır. Bu nəhəng çətirlər 2010-cu ildə quraşdırılıb və indiyədək bu konstruksiyalar müasir texniki fikrin təcəssümü üçün mükəmməl bir nümunə rolunu oynayır. Hər çətirin hündürlüyü 20 metr təşkil edir. Çətir konstruksiyalar üçün bunlar inanılmaz ölçülərdir. Peyğəmbər məscidinin bu çətirlərlə örtülən ümumi sahəsi 143 min kvadrat metr təşkil edir. Çətirlərin quruluşu elədir ki, üzərinə düşən yağış suları daxili kanallarla aşağı axır və məscidin ərazisinə yığılmır. Məscidin meydanında gəzən insanların maksimum rahatlığını təmin etmək üçün çətirlərin üzərinə saatda 200 litr suyu çiləyən 436 sərinkeş quraşdırılıb. 250 nəhəng çətir səhər tezdən günəş Mədinə torpağına yenicə toxunduqda açılır və axşam hava qaraldıqdan sonra qatlanır ki, insanların gecə səmasının gözəlliyini izləməsinə heç nə mane olmasın. Çətirlərin açılması və qatlanması prosesi avtomatik olaraq həyata keçirilir və 3 dəqiqədən çox davam etmir. Axşam saatlarında çətirlər orijinal şam formasında olan möhtəşəm sütunlara çevrilir. Peyğəmbər məscidi haqqında maraqlı faktlar. Əl-Məscid Ən-Nəbəvi Ərəbistan yarımadasında elektrik enerjisi ilə təmin edilən ilk binadır. 1910-cu ildə Peyğəmbər məscidinə elektrik çəkilib. Məkkə şəhrindəki Məscid Əl-Həram isə cəmi 10 ildən sonra elektrik enerjisi ilə təmin olunub. Peyğəmbər məscidinin kitabxanası öz gözəlliyi və zənginliyi ilə heyran edicidir. Burada bir çox nadir və qədim İslam kitabları cəmi bir nüsxədə qorunub saxlanır. Peyğəmbər məscidinə Məkkədən Kəbədəki Zəmzəm bulağından su gətirilir. Gündəlik 120 tondan çox su çənlərə və plastik qablara yığılır və məscidin hər tərəfinə yerləşdirilir. Həcc zamanı zəvvarlara su həmişəkindən 2 dəfə çox verilir və gündəlik həcmi 250 tona qədər artırılır. Tarix boyu Peyğəmbər məscidi bir çox dəyişikliklərə məruz qalmış və 11 dəfə genişləndirilmişdir. Müasir Peyğəmbər məscidi Mədinə şəhərinin 400.500 kvadrat metr ərazisini əhatə edir. Bu 56 futbol meydançasına bərabərdir. Hazırda məsciddə yeni genişlənmə işləri aparılır ki, bu da məscidin ərazisinin xeyli artması deməkdir. Məscidin tikildiyi yeri dəvə seçib, torpağı isə 2 yetim oğlan uşağına məxsus olub. Bu məlumatı videonun əvvəlində qeyd etmişdik. Peyğəmbər məscidinin ortasında dünyanın ən gözəl yerlərindən biri olan Ər-Ravdatul Cənnə yerləşir. Bu yer Muhammed Peyğəmbərin məscidinin ən möhtəşəm yeri sayılır. Şərqdən Muhammed Peyğəmbərin həyat yoldaşı Ayşənin otağı, qərbdən isə minbər bu yeri əhatə edir. Axirətdə bu yer cənnətdəki məkanlardan birinə çevriləcək. Məkanın adı Cənnət bağı kimi tərcümə olunur. Səhih bir hədisdə belə buyurulur. Ravda cənnət bağlarından biridir. O, mənim evimlə minbərim arasında yerləşir. İlk vaxtlar minbər funksiyasını palma ağacının kötüyü yerinə yetirirdi. Peyğəmbər xutbələr zamanı onun üzərinə çıxar və xutbələrini oradan verərdi. Daha sonra onun üçün böyük bir minbər düzəldilir və Peyğəmbər o minbərə qalxdıqda kənardan dəvə fəryadına bənzər bir səs gəlir. Peyğəmbər minbərdən enib palma ağacının kötüyünə yaxınlaşana qədər bu səs kəsilmir. Muhammed Peyğəmbər əlini kötüyə qoyur və səs kəsilir. Rəsulullah onu tərk edib başqa minbərə qalxdığından ağac kötüyü tək qalmış kiçik bir uşaq kimi ağlayırdı. Peyğəmbər məscidinin üzərindəki günbəz 13-cü əsrdə
Kəlaun Əl-Mənsur adlı hökmdar tərəfindən inşa edilmişdir. Ancaq bir çox müsəlmanlar bu hərəkətin İslam dininə zidd olan bir hərəkət olduğuna görə onunla razılaşmırdılar. Peyğəmbər, Allahın ona salavat və salamı olsun, buyurmuşdur. Kim bizim işimizə, dinimizə əsli olmayan bir bidət gətirsə, o rədd edilmiş olar. Əvvəlcə aşağıdan 4 bucaqlı, üstü 8 güşəli olan günbəz ağacdan hazırlanmış və sıx parça ilə örtülmüşdür. 150 il əvvəl günbəz yaşıl rəngə boyanmış və ondan əvvəl bir neçə dəfə rəngi dəyişərək ağ, bənövşəyi və mavi rəngə boyanmışdır. Peyğəmbər, o cümlədən Əbu Bəkir və Ömər məsciddə dəfn edilməyiblər. Videoçarxın əvvəlində dediyimiz kimi onlar Ayşə anamızın əvvəldən məsciddən ayrı olan otağında dəfn edilmişlər. Bu necə baş vermişdi? Allah Rəsulu vəfat etdikdən sonra səhabələr onu məscidin yanında, həyat yoldaşı Ayşəyə məxsus olan kiçik bir otaqda dəfn edirlər. Otaq məscidin çölündə yerləşirdi və məsciddən divarla ayrılmışdı. Uzun illər sonra Hicri təqvimi ilə 88-ci ildə xəlifə Vəlid ibn Əbdülmalik dövründə məscidin ərazisi genişləndirilmiş, Ayşə anamızın otağı da yeni ərazinin daxilinə salınmışdır. Amma buna baxmayaraq, otağı məsciddən ayırmaq üçün 2 nəhəng divar hörülmüşdür. Beləliklə, Peyğəmbərin qəbrinin məscidin içərisində olduğunu söyləmək düzgün deyil. O, əvvəlki kimi Ayşə anamızın otağındadır və bu otaq Peyğəmbər məscidindən hər tərəfdən ayrılmışdır. Hörmətli izləyicilər, Allah Rəsulunun məscidini ziyarət etmək istəyən hər kəs üçün videoçarx formasında kiçik bir bələdçi təqdim etmək istərdik. Videonu bəyəndinizsə, bizə dəstək olun və fikirlərinizi şərhlərdə yazın. Biz sizlərə Mədinəni və Peyğəmbərin məscidini ziyarət etmək üçün müfəssəl bələdçi hazırlayacağıq.